Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir. Bunu Xəzər xəbəri açıqlamasında inşaat üzrə ekspert Elnur Azadov bildirib. O qeyd edib ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir. Lakin bununla belə təəssüf ki, hələ də çox istifadə olunan zərərli inşaat materialları mövcuddur. Təhlükəli materiallardan biri də mebel istehsalında tanıdığımız formaldehiddir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edilir. Daha çox bunların tərkibində olan epoksiddən ibarət olan inşaat materiallarıdır. Formaldehiddə tərkibində olan maddələrdir, hansılar ki, mebel daxilində istifadə olunur. Bəzi boya, laklar bu kimi materialların tərkibində olan maddələrdir. Ələxüsus o materiallardır ki, hansılar ki, inşaat materialların səthində yerləşir və yaxud da ki, onların alt qatında yerləşir ki, zamanla həmin materiallar aşındıqca həmin materiallar üzə çıxır və insan sağlamlığına müəyyən təsirlər göstərməyə başlayır. Elnur Azadov əlavə edib ki, xüsusən uşaqlar üçün təhlükəli hesab olunan inşaat mallarından biri də müəyyən maddə və materiallardan istifadə olunmaqla hazırlanmış döşəmələrdir. Misal üçün, son 10-15 il ərzində geniş istifadə olunan laminat döşəmələr. Bu laminat döşəmələr müxtəlif kateqoriyalara aiddir. Onların ucuz kateqoriyasına aid olan materiallardan onların sağlamlığı üçün nisbətən zərərli sayılır. Ələxüsus havalandırma az olan və qapalı olan məkanlarda bu kimi materiallar uzun müddət qaldıqca havaya zərərli bir hissələri çıxır ki, insan sağlamlığı üçün bunlar da zərərlidir. Ələxüsus körpə uşaqlar üçün ki, həmin körpə uşaqlar həmin döşəmələr üstündə gəzirlər, yerirlər və uzun müddət ərzində təmasda olurlar. Ekspert bildirib ki, istehlakçılar inşaat materialları seçərkən tərkibi ilə tanış olmurlar. Qeyd edək ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlanır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyətlə bağlı qadağalar gücləndiriləcək. Kənan Qafar, Ramil İbrahimov, Xəzər xəbər.